Xəbər zulağı az 13-19 aprel 2026-cı il üçün həftəlik ulduz faunu təqdim edir. Bu həftə sürətli qərarlardan çox sabitlik və yığma üstünlük verilir. Tələsik vədlərdən uzaq durmaq, məlumatı ən azı 2 mənbədən yoxlamaq faydalı olacaq. Qoç həftənin əvvəlində işlərin ləng getdiyini düşünə bilərsiniz. Prosesi zorla sürətləndirməyə çalışmayın. İndi sürət yox, keyfiyyət önəmlidir. Görüləcək işlərin siyasını yenidən nəzərdən keçirmək və aktuallığını itirənləri silmək yerinə düşər. Cümə axşamı baş tutacaq söhbət may planlarına düzəliş etməyə vadar edə bilər. Həftə sonu qazanc gətirən işlərə vaxt ayırmaq məsləhətdir. Darıxdırıcı olsa belə şənbə görülən çətin, amma faydalı iş növbəti həftə üçün zehni yüngülləşdirəcək. O günəş bürcünüzə keçir, amma ani dəyişiklik gözləmək düzgün deyil. Həftənin ilk günlərində maliyyə məsələlərinə baxmaq, xərcləri analiz etmək, istifadə olunmayan abunələri ləğv etmək yaxşı nəticə verər. Çərşənbə köhnə layihəni xatırladan qarşılaşma mümkündür. Buna laved yanaşmayın. Bəlkə də indi onu tamamlamalı vaxtdır. Həftənin sonuna doğru yaxınlarla pul mövzusunda mübahisələrdən qaçınmaq daha yaxşıdır. Əkizlər adətən asanlıqla idarə etdiyiniz proseslər bu dəfə qarışıq görünə bilər. Məlumatlar dolaşa verilən sözlər unudula bilər. Hər şeyi qeyd etmək faydalıdır. Həftənin əvvəlində yarımçıq işləri bitirmək daha məqsədə uyğundur. Cümə axşamı uzun müddətdir əlaqə saxlamadığınız şəxsdən zəng gələ bilər. Səbəbini təxmin etmədən cavab vermək kifayətdir. Həftə sonu ailə ilə sakit vaxt keçirmək yaxşı təsir edər. Xərçəng həftənin əvvəlində əməyinizin qiymətləndirilmədiyini düşünə bilərsiniz. Bunun üzərində dayanmaq əvəzinə işinizə davam etmək daha doğrudur. Sənəd və rəsmi işlər çərşənbə axşamı və çərşənbə daha rahat həll olunar. Kağızları bir yerdə toplamaq gələcəkdə vaxt qazandıracaq. Cümə günü yorğunluq səbəbilə gərginlik yarana bilər. Söhbəti təxirə salmaq daha yaxşıdır. Şənbə tək qalmaq üçün uyğun. Telefonsuz gəziti yaxşı təsirlidir. Çir bu həftə hər şeyin sizin istədiyiniz kimi olmasını arzulaya bilərsiniz. Bunun mümkün olmadığını tez qəbul etsəniz, günlər daha rahat keçər. Həftənin əvvəlində rutin işlərə fokuslanmaq daha səmərəlidir. Çərşənbə gözlənilməz xərclər yarana bilər, əvvəlcədən müəyyən məbləğ ayırmaq faydalıdır. Həftənin sonuna yaxın sosial şəbəkələrdə emosional paylaşımlardan çəkinmək məsləhətdir. Bazar günü uzun müddət təxirə saldığınız işi görmək üçün münasibdir. Qız sərgiyə meyliniz bu həftə sizi başqalarının işinə qarışmağa sövq edə bilər. Bunun qarşısını almaq daha düzgün olar. Həftənin əvvəlində şəxsi faylları və sənədləri nizamlamaq düşüncəni yüngülləşdirəcək. Çərşənbə və cümə axşamı plan qurmaq, siyahıları hazırlamaq üçün əlverişlidir. Həftə sonu işi evə gətirməmək, ən azı bir gün tam istirahət etmək daha çox fayda verər. Tərəzi bu həftə seçim qarşısında qala bilərsiniz. Öz maraqlarınızı geri plana atmaq düzgün olmaz. Həftənin əvvəlində planlarımıza zidd təkliflərə razılaşmamaq lazımdır. Çərşənbə iş sahəsində gözlənilməz dəyişiklik mümkündür. Emosiyaya qapılmadan məlumat toplamaq vacibdir. Həftənin sonu daha çox istirahət və zövq verən fəaliyyətlər üçün uyğundur. Bazar günü yaxın dostla təkbətə ünsiyyət daha dəyərli olacaq. Əqrəb bu həftə vaxtınızın və enerjinizin düzgün istifadə olunmadığını hiss edə bilərsiniz. Həftənin əvvəlində sərhədləri açıq şəkildə müəyyən etmək vacibdir. Əlavə izaha ehtiyac yoxdur. Sadəcə imtina etmək kifayətdir. Çərşənbə və cümə axşamı diqqət